Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən Ulduz reytinq layihəsi çərçivəsində Çınar restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana 5 ulduz sertifikatı təqdim olunub. 5 ulduz sertifikatının təqdim olunması üçün ictimai yaşam müəssisəsində həm 3 və 4 ulduz üçün olan parametrlərin, şərtlərin riayət olunması, həmçinin də 5 ulduzun tələblərinə əsasən HASP sisteminin bu ictimai yaşam müəssisəsində tətbiq olunması 5 ulduz sertifikatını əldə etmək üçün kifayət edir. Hal-hazırda ulduz reytinq layihəsi çərçivəsində layihəyə müraciətlər müxtəlif bölgələrdən, Azərbaycanın ümumilikdə 10 regionundan müraciətlər daxil olmuşdur və müraciətlər də ardıcıllıqla baxılaraq qiymətləndirməsi həyata keçirilir. Bu dəyərləndirmə bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük bir motivasiyadır. Biz çalışacağıq ki, bundan sonra da qida təhlükəsizliyini tam təmin etmək üçün irəlidə də bugünkü gün kimi addımlarımızı davam elətdirək. Biz istəyirik ki, hər bir qonaq özünü burada təhlükəsiz və xüsusi hiss etsin. Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Ulduz reytinq layihəsi çərçivəsində ictimai yaşam müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirilir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Bu yanaşma həm ictimai yaşayış obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.